Ona görə Hindistanın müsəlman şahlarından biri öz vəzirinə əmr edir ki, şahlıq üzüyü sifariş verir və deyir ki, o üzüyün üzərinə elə bir şey yazılsın ki, mən ora qəmli, kədərli olduğum zaman baxım və qəmim, kədərim məndən geçsin. Firavanlıq vaxtında baxım və firavanlığım məndən geçsin, təkəbbürlənməyim. Və vəzir çox fikirləşdiyindən sonra və üzüyün üstünə zərgərə əmr edir, yazsın ki, bu da gedəcək. Bu da gedəcək. Bu dünyada əbədi heç bir şey yoxdur. Nə xoşbəxtçilik, nə bədbəxtçilik, nə imtahan, nə də neymətlər. Mütləqdir ki, hamısının bir sonu vardır. Bir sonu var. Bu dünyada əbədi heç bir şey yoxdur. Və ona görə əlimizə gələn neymətlər zamanı şükür etməliyik, bəlalar gəldikdə isə səbr etməliyik. Və bu dünyanın ləbud bir halıdır. Və insan hətta bunu ağılla belə idrak etməlidir ki, təcrübədən olaraq keçmişə baxanda, digər ətrafına insanlara baxanda görsün ki, insanların halı belədir. Bir gün belə olur, öbürsü gün isə fərqli olur.